Bismillah. Pul kisəsində bu şəkillər olsa pul gəliri çoxalır. Pul kisəsində bəzi simvol və şəkillərin saxlanmasının pul enerjisini artırdığına inanılır. Bu daha çox inanclar və motivasiya üsuludur. Ən çox istifadə olunan və uğur gətirdiyi deyilən şəkillər bunlardır. Pul cəlb etdiyi deyilən şəkillər qızıl pul və ya bolluq simvolu, bolluq və maddi artımı simvolizə edir. 4 yarpaqlı yonca şəkli şans və gözlənilməz qazanc rəmzi sayılır. Pul ağacı monetri şəkli gəlirin artması və bərəkət niyyəti ilə saxlanılır. Öz arzunun yazıldığı kiçik kağız, məsələn pul axınının artır kimi niyyət cümləsi. 5. Qırmızı rəngli kiçik kart və ya simvol. Xüsusilə şərq inanclarında qırmızı rəng pul enerjisini aktiv sayılır. 6. Ən böyük nominallı səliqəli əskinas. Kisədə qatlanmadan saxlanırsa pul çəkər deyilir. Vacib məsləhət. Pul kisəsi təmiz, səliqəli və yığcam olmalıdır. Cırıq kağızlar və lazımsız qəbzlər pul enerjisini bloklayır deyə inanılır.